A kubu çıxılsın 9A ifadəsinin vuruqlara ayırın. A-nı ortaq vuruq çıxarsaq, A vurulsun A kvadratı çıx 9. Bu da bərabərdir. A vurulsun A minus 3, A plus 3. Cavab Y variantı. Bir tərəfi 16 cm, digər tərəfi isə bu tərəfdən 9 cm kiçik olan bərabər yanlı üçbucağın perimetrini hesablayın. Burada yan tərəfin hansı tərəf olduğu məlum deyil. Fərz edək ki, 16 yan tərəfdir. O zaman digər tərəf, yəni oturacaq bu tərəfdən 9 cm kiçikdir. 16-dan 9 çıxsaq 7 alırıq. Bu zaman perimetr 16 plus 16 plus 7, yəni 39 olar. Digər halda oturacağı biz 16 götürsək, yan tərəflər 7, 7 olacaq. Bu isə üçbucaq bərabərsiyinə ziddir. Çünki üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Burada isə bu pozulur. Ona görə də ancaq birinci variant doğrudur. Cavab 39-dur. Y variantı. 4 rəqəmli ədəd 4-ə tam bölünür və A kiçikdir B-dir. Bu şərti ödəyən neçə ədəd vardır? 4-ə bölünmə əlaməti son iki rəqəmin 4-ə bölünməsidir. Burada 4-ə bölünən ədədlər, yəni AB 4-ə bölünməlidir. Burada ola bilər 12, yəni A1 olanda B ola bilər 2 olsun. Sonra B ola bilər 6 olsun. 2 variant var. İkinci halda A2 olsa B 4 ola bilər və B 8 ola bilər. Burada da 2 ədəd vardır. 3 olarsa B 2 ola bilər, amma burada A B-dən kiçik olmalıdır. Yəni 32 ola bilməz. Yalnız 36 ola bilər. Dörd olduqda 0 ola bilər, bu ola bilməz. 44 mümkün deyil, çünki A B-dən kiçikdir. Yalnız 48 ola bilər. A5 olsa B 6 ola bilər. Bir variant var. Və A6 olsa B 8 ola bilər. Burada da bir variant var. A7 olsa 72, 76 ola bilməz heç biri. Çünki yəni A B-dən kiçik olmalıdır. Deməli 7 ilə heç bir variant yoxdur. 8 ilə də olmayacaq. 9 ilə də olmayacaq. Deməli 68, 56, 36, 24, 28, 12 və 16. Bu da 3 ədəd, 8 ədəd, 48 ədəd çıxardıq. Deməli cavab A 8. 6A B üstü 11 C üstü 8 bir hədisin əmsalı qüvvətinin neçə faizidir? Bu bir həddinin qüvvəti 1 üstəgəl 11 üstəgəl 8 bərabərdir 20-dir. Qüvvət. Əmsal isə 6-dır. 6 əmsaldır. 6 20-nin neçə faizi olduğunu tapmalıyıq. 6 böl 20 vur 100. Böyləcə 30. Cavab B variantı. Hesablayın. Surətdə müxtəsər ünvan düsturuna əsasən alırıq ki 0,61 çıx 0,29 vurulsun 0,61 üstəgəl 0,29 bölünsün 0,32. Bunlar ixtisar olar.
0,61-in üstünə 0,29 gəldikdə isə 0,9 alırıq. Cavab B variantı. Şəkildə düzbucaqlı sual verilib. Şəkildə əsasən x tapın. Pifagor teoreminə əsasən x kvadrat üstə gəl 9-un kvadratı bərabərdir x plus 3-ün kvadratı. X kvadrat üstə gəl 81 bərabərdir x kvadrat üstə gəl 6x üstə gəl 9. X kvadratlar burada islah olar. 6x bərabərdir 72, x bərabərdir 12. Cavab D variantı. Sadələşdirin. Modulda 0,2 çıxılsın 0,7 olacaq. 9'da 2 çıxılsın 9'da 7 çıxılsın modulda 4'də 1 çıx 2'də 1 bərabərdir. Mənfi 9'da 5, daha doğrusu mənfi 9'da 5'in modulu necə? 9'da 5 çıxılsın 4'də 1'dən 2'də 1 çıxanda eləyəcək. Mənfi 4'də 1 çıx 4'də 1 modulu 4'də 1 olacaq. Bərabərdir 36'da 20 çıxılsın 9 eləyəcək 36'da 11. Yəni A variantı. Çox həddinin dərəcəsi 42 olarsa eni tapın. Təbii ki, burada 3'ü 6'ya vurduqda 18 olduğundan demək ki, n plus 4 daha böyük olmalıdır. Çünki dərəcə 42'dir. N plus 4'ü biz 6'ya vursaq bərabərdir 42 olmalıdır. N plus 4 7'ye bərabərdir. N 3'e bərabərdir. Cavab C. Bərabər yanlış bucağın təpə bucağı 48 dərəcə olarsa, onun oturacağına bitişik bucağını tapın. Bərabər yanlış bucağın oturacağına bitişik bucaqlar bərabər olduğundan və üçbucağın bucaqları cəmi 180 dərəcə olduğundan 180'dən biz 48'i çıxsaq, oturacağı bitişik bucaqların cəmini tapmış olarıq. Yəni 132. Bu bucaqlar da bərabər olduğundan 132'ni 2'ye bölsək alırıq 66 dərəcə. Cavab D variantı. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Qarşılıqlı tərs ədədlərin hasili 1 olduğundan bu Y variantındadır. Çünki 4'də 3 vur 3'də 4, yəni 1,3'də düzgün olmayan kəsir çevirsək cavab 1 olar. 5A plus 5B 20, A kvadrat çıx AB plus B kvadrat 13 olarsa, A kubu plus B kubu ifadəsinin qiymətini tapın. A kubu plus B kubu bərabərdir A plus B vurulsun A kvadrat çıx AB plus B kvadrat olduğundan və məsələnin şərtinə əsasən A plus B deməli biz hər tərəfi 5'ə bölsək bərabərliyin 4 olarıq. A plus B 4, bu ifadə isə 13'ə bərabərdir. 4'ü 13'ə vursaq cavab 52 olar. C variantı. Bucaq AOB 140 dərəcə, bucaq AOC bərabər bucaq BOC çıx 24 dərəcə olarsa, bucaq AOC-ni tapın. Deməli, bucaq AOC bucağı BOC bucağından 24 dərəcə kiçikdir. Yəni, tərsinə BOC bucağı AOC-dən 24 dərəcə böyükdür. Əgər biz AOC bucağını X desək, onda BOC bucağı X plus 24 olar. Və bu iki bucağın cəmi 140 dərəcə olduğundan 2x plus 24 bərabərdir 140. 2x bərabərdir
116, x bərabərdir 58 dərəcə. Cavab C. 2 bölü 3 bərabər 8 bölü x tənasibindən x-i tapın. Tənasibin kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. 2x bərabərdir 24, x bərabərdir 12. Cavab C-dir. Həsən ev tapşırığının əvvəlcə 20%-ni, sonra qalan tapşırığın 50%-ni yerinə yetirdi. Tapşırığın neçə faizi qaldı? Tapşırıqların sayını x götürsək, bunu 100 də götürə bilərik və yaxud da 100x götürə bilərik. X götürək, əvvəlcə 20%-ni x-dən 0,2x çıxdı, qaldı 0,8x. Sonra qalan tapşırığın 50%-ni yerinə yetirdi. 0,8x-in 50%, yəni 0,5-ə vursaq, bərabər eləyəcək 0,4x. Deməli, yekunda 0,4x qaldı. Əvvəlcə x edir, indi 0,4x-dir. Tapşırığın neçə faizi qaldı? Bu isə 40% deməkdir. Cavab 40. 2a kvadrat üstəgəl 4a plus 9 ifadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət düsturuna əsasən, yəni 4a seç, b kvadrat bölü 4a bərabərdir. 4a eləyəcək 72 çıxılsın 16 bölünsün 8. Bu da eləyəcək 7. Cavab 7-dir. ABC üçbucağında MK orta xəttdir. MK 8-dir. MA 7-dir. KS 6'dır. O zaman BK da 6, MB de 7'dir. Çünkü MK orta xəttdir. Tərəflərin ortasını birləşdirib. Və orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni AC 16 olacaq. O zaman perimetr 14 üstəgəl 12 üstəgəl 16 bərabərdir 42 olar. 0,45 ədədinin tərtibinin modulunu tapın. %45 ədədini biz standart şəkildə yazsaq olacaq 4,5 vurulsun 10 üstü mənfi 2. Tərtib isə mənfi 2'dir. Mənfi 2'nin modulu isə 2'yə bərabərdir. Cavab 2'dir. Uzunluğu 32 cm olan parça 1,2,5 nisbətində 3 bölmüşdür. Böyük hissə ilə kiçik hissənin cəmini tapın. Deməli, x üstəgəl 2x üstəgəl 5x bərabərdir 32'dir. Burada 8x bərabərdir 32, x bərabər 4. Böyük hissə 5x'tir, kiçik hissə x'tir. Cəmi 6x'tir. O da 24'ə bərabərdir. Cavab 24. M'in hansı ən böyük natural qiymətində 45 bölünsün M və 60 bölünsün M kəsirlərin qiyməti natural ədəddir. Bu kəsirlərin qiymətinin natural ədəd olması üçün M həm 45'in həm də 60'ın böləni olmalıdır. Bizə isə M'in ən böyük qiyməti soruşur. Yəni biz 45 və 60'ın ən böyük ortaq bölənini tapmalıyıq. Əbob 45 60 ən böyük ortaq bölən yəni. Burada 15'i ortaq vuruq çıxarsaq burada 3, burada 4 qalar. 3 və 4'ün əbobu 1 olduğundan deməli 15'dir. Cavab 15. Deməli verilən ifadənin qiyməti 0'dır. Bizdən isə A plus B plus C cəmini soruşur. İfadə modullar cəmi olduğundan bu cəm o vaxt 0 ola bilər ki, modulların hər biri 0 olsun. Yəni A-4 də 0'a bərabər olsun, B-3 də 0 olsun, A plus B-C də 0 olsun.
Buradan alırıq ki, A 4'dür, B 3'dür, C isə 7'dir. Bu ədədlərin cəmi isə 14'dür. Cavab 14. ABC üçbucağında AD tən bölən AB 10, BD 4 olarsa, 4, AC 12 olarsa, BC'ni tapın. Burada tən bölənin xassəsindən istifadə edəcəyik. Bilirik ki, tən bölən qarşı tərəfi digər tərəflərlə mütənasib hissələrə bölür. AD tən bölən AC 12'dir, AB 10'dur. BD 4, DC'ye x desək, 10 bölünsün 12, 4 bölünsün x'e bərabərdir. Buradan x bərabərdir. 4,8 alırıq. Bizdən isə BC soruşur. BC isə 4 üstə gəlib 4,8, 8,8 olar. Medianların kəsmə nöqtəsindən tərəfinə qədər məsafə 3 kök 3 cm olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Bərabər tərəfli üçbucağın medianların kəsmə nöqtəsi həm də hündürlüklərin və tən bölənlərin kəsmə nöqtəsidir. Və kəsmə nöqtəsindən məsafə 3 kök 3'dür. Bu o deməkdir ki, bu həm də medianın 1/3 hissəsidir. Çünki medianların xassəsinə görə median təpədən başlayaraq 2/1 nisbətində 2 hissəyə ayrılır. Onda təpəyə qədər məsafə 6 kök 3 olacaq. Yəni 2 dəfə çox olacaq. Yəni median olacaq 9 kök 3, yəni hündürlük də 9 kök 3 olacaq. Və bərabər tərəfli üçbucağın bucaqları 60 dərəcədir. Median hündürlük həm də tən böləndir. 30 dərəcə olacaq. 30 dərəcə bucaq qarşısındakı katet olacaq. 60 dərəcəki katetin 60 dərəcə bucaq qarşısındakı katetdən kök 3 dəfə kiçik olacaq. Yəni 9 kök 3'ü böləcəyik kök 3'e. 9 olacaq. Onda, yəni bu isə 9 oldu. Onda hipotenuz da burada olacaq 18. Deməli, üçbucağın tərəfi 18 olar. Yəni burada 9 olar. Perimetr olacaq 18 vur 3 bərabərdir 54. Cavab 54'dür. X plus y 8 olarsa, x kvadrat üstə 2xy plus y kvadrat plus 2x plus 2y çox hədisinin qiymətini tapın. Bu ifadə x plus y-in mötərizə kvadratı, yəni cəmin kvadratıdır. İkincidən 2'ni vuruq çıxartsa x plus y olar. X plus y-in yerini 8'də yaza bilərik və yaxud da bunu vuruqlara ayırıb sonra da yaza bilərik. Yəni x plus y-i çıxartdıq. X plus y plus 2 olacaq. Bu ifadə 8'dir. Bu ifadə də 10'dur. 8'i 10'a vursaq 80 alırıq. Və yaxud da elə burada x plus y-in yerini 8 yazıb hesablamaq olar. Cavab 80. Sinifdə 12 oğlan, 7 qız şagird var. Oğlanların orta yaşı 10, qızların orta yaşı 11. Bütün şagirdlər və sinif rəhbərinin orta yaşı isə 12'dir. Sinif rəhbərinin neçə yaşı var? Oğlanların orta yaşı 10 olduğundan və oğlanlar sayı 12 olduğundan oğlanların yaşları cəmi 12 vur. Deməli 10, 120 olacaq. Oğlanların yaşları cəmi. Qızların yaşları cəmi isə 7 qızdır. Orta yaş 11'dir. 7 vur 11, 77 olacaq. Qızlar, bütün şagirdlər və sinif rəhbəri, yəni bütün şagirdlər 12 oğlan, 7 qız və bir sinif rəhbəri 1 nəfər. Orta yaş 12'dir. 12'ye vurduq. Onların yaşları cəmini tapırıq. 240. Oğlanların yaşları cəmi 120. Qızların yaşları cəmi 77. Və oğlanlar, qızlar və müəllimin yaşlarının birlikdə cəmi isə 240 olduğundan biz 240'dan 120 və 77'nin cəmini çıxsaq, müəllimin yaşını almış olaraq. Deməli, 240 çıxılsın 197 bərabərdir 43. Deməli, müəllimin 43 yaşı vardır.